7-13 aprel tarixlərində geomaqnit qasırğası gözlənilir. Xəbər zolağı az xəbər verir ki, bu barədə Entusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, sözü gedən tarixlərdə 100 sinif alışmanın baş verməsi ehtimalı 95%, 121-2 sinif alışmanın baş verməsi ehtimalı 40%, 1-3 sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir. Enerjisi 2 metrdən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, həmçinin 10 metrdən çox enerji yüklü proton selinin də spir səviyyəsinə yüksəlməsi ehtimalı var. Günəş küləyinin sürəti mənfi qütbli tacdəliyə axınlarının təsiri ilə hal-hazırda normadan yüksək olsa da 7-9 apreldə nominal qiymətinə geri dönəcəyi gözlənilir. Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-25%, orta geomaqnit enliklərdə isə 15-1%-dir.